Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloqam. Sabira Wellness şirkətində təlimçi və ekspert kimi çalışıram. Və bizim hər həftə fərqli-fərqli mövzularda təlimlərimiz keçirilir. Bugünkü təlimimiz də çox vacib təlimlərdən biridir. Hansı ki, adından da göründüyü kimi baza protokolu haqqında danışacağıq. Əlbəttə ki, bu ümumiyyətlə bütün əməkdaşlara aiddir. Xüsusilə də yeni qoşulmuş əməkdaşlar varsa da, onlar üçün daha önəmli bir təlimlərdən biri olacaqdır. Mən həmişə deyirəm ki, əgər bir yaxşı mütəxəssis olmaq üçün məhsulun adını bilmək kifayət deyil, xüsusilə onun hansı məhsulu biz istifadə edən zaman ilk öncə onun mexanizminin işlədiyini, hansı mexanizmlə işlədiyini anlamalıyıq. Çünki insanların ən çox verdiyi sual budur ki, mən hansı məhsulu içim? Əslində sual belə olmamalıdır, lakin insanların yəni bu tipdə sualları bizlərə çoxdur. Əslində sual belə olmalıdır ki, orqanizminə hansı və nəyə ehtiyacı var? Məhz buna görə də şirkətimizə ilk gündən xüsusi xəstəliklər protokolu seçilməməlidir. Yəni, əgər baza yoxdursa da, verilən xüsusi məhsullar əlbəttə ki, istənilən effekti verə bilməyəcəkdir. Bunu niyə deyirik? Çünki məsəl üçün baxın, əgər bir insan bizə müraciət edirsə də və yaxud da yeni qoşulmuş bir əməkdaşdırsa da, bunun ümumi olaraq hüceyrələri qidasızdır, vitaminsiz, mineralsızdır və yaxud da dəri bariyerində bir problem varsa da, hələ bu insan dərinin hansı tip olduğunu bilmirsə də və bu insana biz məsəl üçün fitoestrogenli, hormonal balansı tənzimləyən və yaxud da bağırsaq üçün lazım və yaxud da qığırdaq üçün lazım olan vitaminləri, mineralları versək, effekt istədiyimiz kimi olmayacaq. Ona görə də əvvəl baza protokolu olmalıdır, sonra isə fərdi protokollar olmalıdır. İlk gündən bir insana 10 məhsulu təklif etmək düzgün deyil. Yəni 10 məhsul dedikdə bu əlbəttə ki, protokollarda ayrılır. Yəni məsəl üçün bir insana 10 ədəd üz baxımını, məhsulunu təklif etsək, ilk olaraq insanda bir tərəddüd yarana bilər ki, bu 10 dənə məhsula mənim ehtiyacım var, yoxdur, bilmir. Və ona görə də xüsusilə elə bir məhsullar seçilməlidir ki, yəni olmalıdır ki, bunlar bizim gündəlik ehtiyaclarımızı qarşılasın və ondan sonra artıq bu şikayətlər yoxdursa da, şikayətə uyğun isə xüsusi protokollar ondan sonraki devirlərdə artıq biz insanlara təklif edə bilərik. Və ona görə də baza protokolu ilk qoşulan əməkdaşlar üçün çox önəmlidir. Çünki belə bir anlayış var ki, mən özümü sağlam hiss edirəm. Yəni bunu mən dəfələrlə eşitmişəm. Özümü yaxşı hiss etmək o demək deyil ki, insanın vitamin, minerala ehtiyac yoxdur və yaxud da bağırsağında hər bir şey normaldır. Çünki niyə? Çünki biz elə bir hal-hazırda bir devirdə yaşayırıq ki, insanlar gün ərzində stres içində olur. Bundan əlavə keyfiyyətsiz qidalar həddindən artıq çoxalıbdır. Və günəş şüaları görürsünüz ki, havanın belə dəyişkən keçməsi bu bir orqanizm üçün bir fərqli yanaşmadır ki, insanlar yəni fərqində olmadan, yəni bəzi vitamin, mineral dəyərlərinin aşağı düşməsi, stres faktorunun bədəndə çoxalması bu o demək deyil ki, əslində ki, bu insan özünü çoxmu pis hiss eləyə bilər və yaxud da həddindən artıq şikayəti ola bilərmi? Xeyr. Yəni bu özün mütləqdir ki, bəzi məhsullar var ki, bunları biz profilaktik qəbul etməliyik ki, bu digər şikayətlərlə biz gələcəkdə üzləşməyək. Xüsusilə də bütün yeni qoşulmuş əməkdaşlara ilk olaraq bunu buradan demək istəyirəm ki, şirkətdə olan bəzi məhsullar var ki, bunlar hər kəs üçün müəyyən olunan bir baza məhsullarıdır. Yəni hər bir kəs bunu istifadə etməlidir. Etməlidir ki, bədən daim sağlam olsun və gələcəkdə hansısa bir malnutrisiyadır və yaxud da digər xəstəliklərlə üzləşməsin.
Ə, Demək, baza protokolları iki hissəyə bölünür. Bilirsiniz, şirkətdə də xarici qulluq var, bir də daxili qulluq. Xarici qulluq əlbəttə ki, bu dəri ilə bağlı olan məhsullardır, dərinin qorunmasıdır. Ə, Yəni dəfələrlə sizlərə də bilirəm ki, yəni burada əməkdaşlar var ki, artıq neçə vaxtdır ki, bu şirkətdədirlər. Dərinin qorunması biraz belə insanlar çox laqeyd yanaşır deyərdim. Lakin dəri qorunması çox önəmlidir. Çünki xaricdən qorunma olmalıdır ki, daxildən də biz onu dəstəkləyək. Yox, bir insan əgər məsəl üçün deyirəm, daim günəş şüasına məruz qalırsa da və daxilə nə qədər istədiyi gialurun turşusu olsun, istədiyi kollagen olsun, nə qədər qəbul etsə, yəni effekt əlbəttə ki, istədiyi kimi olmayacaq. Və burada əsas bizim anlayacağımız proses nədir? Xarici qulluq dərinin qorunmasıdır. Yəni bizi xarici faktorlardan qoruyur. Daxili qulluq isə orqanizmi doydu, yəni qidalandırır, doydurur. Və ona görə iki dəstək burada önəmlidir və protokol da əlbəttə ki, iki hissədən ibarətdir. Əgər məsəl üçün hər ikisini istifadə etdikdə və bizim istədiyimiz nəticələr əlbəttə ki 100% olur və ona görə də insanlara bu şəkildə biz başa salmalıyıq. Deməli, keçirik xarici baxım protokolunda istifadə olunacaq baza məhsullarımız hansıdır? İlk olaraq SPF-dir. Çünki baxın, bütün şikayətlərin əsas səbəbi, yəni 90% səbəbi günəş şüasıdır. Bəli, insanlar fərqində olmurlar və bu günəş şüasına məruz qalmaq əlbəttə ki, bir gündə baş vermir. Bunun üçün də müəyyən bir vaxt lazımdır. Məsəl üçün, bir ilə insanda heç bir ləkələnmə baş verməyə bilər. 2 ilə qırışlarımızın artmasını görməyə bilərik. Bunlar yavaş-yavaş, addım-addım baş verir. Və əlbəttə ki, bunlarla biz qarşılaşmayaq deyə ilk olaraq hər kəsə biz SPF-in nə qədər dəyərli olduğunu başa salmalıyıq. Dəyərli odur ki, artıq dermatologiyada da, yəni təsdiqlənibdir ki, məhz SPF istifadə etməyən insanlarda daha tez qocalma, qırışların daha tez müşahidə olunması sübut olunubdur. Çünki günəş şüaları kollagen liflərini zədələyir. Aramızda yeni əməkdaşlar varsa da, burada məsəl üçün bəlkə də bilməyənlər var. Bizim dərimizdə kollagen lifləri var ki, onlar kollagen sintez edirlər. Saplar şəklindədir. Məhz günəş şüaları o sapları başlayır boşaltmağa və biz əlbəttə ki, onu necə bərpa edək çox yəni çətin olur və ona görə biz burada fokuslanmalıyıq ki, günəş şüaları həmin o kollagen liflərini başlayır zədələnməyə. Və zədələndikcə nə qədər insan günəş şüasına məruz qalırsa da, yaş artdıkca onun pigmentasiyası, ləkələnməsi hər dəfə çoxalır. Və bundan əlavə dəri bariyeri zəifləyir. Əgər dəri bariyeri zəifdirsə də bizim istifadə etdiyimiz belə ən gözəl serum olsa, yəni heç bir effekt almayacaq. Və ona görə də SPF birinci baza məhsullarından ən öndə gedən məhsul olmalıdır. İkinci, dərinin düzgün təmizlənməsi. Xüsusilə yay aylarında bu daha önəmli bir prosesdir ki, dərinin əgər sağlam qalmasını istəyiriksə də ilk şərtimiz onu düzgün təmizləməkdir. İlk olaraq biz gün ərzində dəridə olan özünün yağı olur. Yəni dərinin özünün sebumu olur, gün ərzində ifraz olunur. Tozdur, makiyaj qalıqlarıdır, SPF-in özüdür. Bunlar hamısı bir yerdə qarışaraq dəridə bir demək təbəqə yaradır. Əgər biz bu təbəqəni təmizləməyəndə dərimizdəki olan məsamələrin başlayır məsamələr tutulmağa. Bu məsamələr tutulduqda da nə baş verir? Başlayır artıq sızanaqlar üz qaldırır, dəridə həddindən artıq çox ləkələnmə baş verir, dəri tonunun belə fərqli olduğunu görürük və xüsusilə də dəri başlayır daha çox yağlı görsənməyə və ona görə də mütləqdir ki, təmizləmə hər kəsə verilməlidir. Burada şəkildə qoyduğum əsas məhsullar biri qidrofil yağıdır, digəri demək mineral sudur, digəri isə üz yuma köpüyüdür.
Burada belə qoymağımın əsas məqsədi odur ki, mütləqdir ki, üz təmizləmə ya mineral su ilə, ya gidrofil yağınla olunmalıdır. Artıq bu yenə də bizim gündəlik həyatımızdan asılıdır ki, bizim məsəl üçün bir insan həddindən artıq çox makiyaj edirsə də, SPF çox istifadə edirsə də buna gidrofil yağı tövsiyə edirik. Yox, gündəlik həyatda məsəl üçün evdən çıxmayıbsa, sadəcə yüngül makiyaj edibsə də buna mineral sudan istifadə edə bilər. Və bundan sonra daha o məsamələr deyildi ki, onun təmizlənməsi üçün mütləqdir ki, burada köpükdən istifadə edək. Bu köpüğünün burada qoymaqda əsas məqsədim ondan ibarətdir ki, bunun tərkibində heç bir qıcıqlandırıcı maddə olmadığı üçün, yəni bütün dəri tipinə vermək mümkündür. Və ona görə ilk gələn əməkdaşlara bu məhsulları tövsiyə edəndə, əlbəttə ki, bundan çox əks göstəriş olmadığı üçün, yəni ürəklə vermək mümkündür və bütün dəri tipinə də uyğundur. Əsas məqsədimiz nə olmalıdır ki, əgər biz sağlam dəri istəyiriksə də, düzgün ardıcıllıqlara və ən əsası, yəni ən vacib olan məhsulları seçməliyik ki, hansı ki, bunlar üz təmizlənməsidir və SPF-dir. Və məndən məsəl üçün soruşsalar ki, bir mütəxəssis kimi dəri üçün bir məhsul seçin ki, dəri məsəl üçün çox nəmli olsun, dəri bariyeri həddindən artıq çox güclü olsun. Mən niatinamid serumu seçərdim. Serumlar bilirsiniz çoxdur şirkətdə. Lakin niatinamid serumu ümumiyyətlə yeni əməkdaşlar da bilməlidir ki, serumlar kiçik molekullardan ibarətdir. Onun əsas işi dərinin alt qatında işini görməkdir. Necə deyirdim ki, məsəl üçün kollagen lifləri bizim dərimizin altında boşalır, fibrosatlarda boşalma gedir, kollagen sintezi azalır. Məhz bu niatinamidin işi həm demək serum şəklində olduğu üçün dərinin alt qatında başlayır iş görməyə. Və bu serumu niyə tövsiyə edirəm? Çünki bundan niatinamid vitamin B3-dür. Bu xüsusilə dəridə çox şaxəli təsir göstərir. Yəni bir problemi həll etmir. Çox problemi həll edir. Yəni müxtəlif dəri tiplərinə uyğundur. Ümumi olaraq əsas odur ki, dəridə rəng bərabərliyini normaya salır. Bundan əlavə, əgər dəridə həddindən artıq çox məsamələr varsa da, məsamələrin biraz kiçilməsinin qarşısını alır və yaxud da dəri əgər aknelidirsə də ona çox yaxşı təsir edir. Xüsusilə nə iş görür? Xüsusilə ən çox bu dəri bariyerini möhkəmləndirir. Və ən çox bilirsiniz ki, insanların effekt almamaqlarının səbəbi dəri bariyerlərinin həddindən artıq çox zəifləməsidir. Və bunun üçün də mütləqdir ki, bu serumu biz tövsiyə edirik və bundan yaxşı geri dönüşlər almaq əlbəttə ki, mümkündür. Və nəmləndirici krem olmasa, biz bu niatinamidin effektini istədiyimiz kimi ala bilmirik. Çünki biz serumlardan istifadə edirik. Serumlardan sonra mütləqdir ki, nəmləndirici olmalıdır və nəmləndirici həmin niatinamidin işini daha da uzun müddətli edir və onu bir örtücü funksiyasını yerinə yetirir. Və hər bir dərinin nəmə ehtiyacı yəni ehtiyacı var. Əlbəttə ki, biz burada da nəmləndiricilərdən istifadə edirik. Yağlı dəri belə olsa, insanlarda belə bir fikir formalaşır ki, dərim yağlıdır və susuz qala bilər və belə fikir olmamalıdır ki, hər dəri tipinin nəmə ehtiyacı var. Və burada da göründüyü kimi bu məhsulun tərkibində, nəmləndiricinin tərkibində burada üzürlü sayın, burada şəkli səhv qoymuşam, amma bu Siberian Kod firmasının olan SPF 30 ilə olan nəmləndirici var ki, yəni ondan söhbət gedir hal-hazırda. Onun tərkibində güclü antioksidanlar olduğu üçün və hər dəri tipinə uyğundur. Və xüsusilə SPF də var. Bu da bizim artıq dəridə daha bir qoruyucu funksiyanı 2 qata qaldırdığı üçün xüsusilə də bizim üçün çox önəmlidir. Və ona görə də ki, biz nəmləndirilmiş dəri xarici təsirlərə qarşı daha da davamlı olur, dərini daha da hamar edir. Və ən önəmli nədir? Bəzən olur ki, insanlar
gecə üst kremi istifadə etmək istəmirlər. Lakin gecə dərinin işi fərqlidir. Gecə dəridə xüsusilə yenilənmə gedir. Yəni dəri özü özünü regenerasiya, yəni yenilənir, edir. Əgər dəri bariyeri zəifdirsə də və yaxud da yaş faktoru ilə əlaqəli bu proses ləngiyir. Və biz xüsusilə elə bir məhsul seçməliyik ki, axşam rutinimizdə bu dəri yenilənməsini biz daha da stimullaşdırmalıyıq. Bunun üçün gecə kremi var. Hal-hazırda tərkibində vitamin C var, niacinamid var və alfa-arbutin var. Bunlar üçü də, yəni baza üçün çox effektiv bir aktiv maddələrdir ki, hansı ki, dedik ki, niacinamid, B3 vitamini və bunun da tərkibində var. Bu yenə bizim dərimiz üçün, axşam rutinimiz üçün dəri bariyerimizi gücləndirir. Və alfa-arbutin isə dəri ləkələri ilə yəni mübarizə apararaq rəngimizin tonunun açılmasına dəstək göstərir. Alfa-arbutin xüsusilə digər təlimlərdə də demişəm, çox ideal bir aktiv maddədir. Yəni zərərsiz bir aktiv maddədir. Hamilələr belə bunu istifadə edə bilərlər. Heç bir toksikliyi, zərərliyi yoxdur. Və ona görə də burada mütləqdir ki, vitamin C tərkibli olan bu kremimizi biz gecə rutinimizə əlavə edirik. Demək olar ki, əksər dəri tiplərinə uyğun bir seçimdə olduğu üçün baza protokollarına bunu da əlavə edə bilirik. Xüsusilə bu sadaladığımız məhsulları mütləqdir ki, ardıcıllığı düzgün olmalıdır. Əgər bunun ardıcıllığı düzgün olmasa, biz bundan əlbəttə ki, istədiyimiz nəticəni ala bilməyəcəyik və dərimizə lazım olan qidaları verə bilməyəcəyik və əks təqdirdə bunun biz yaxşı olmayan tərəfində görə bilərik. Və onun üçün mütləqdir ki, ardıcıllığa düzgün şəkildə qulluq riayət olunsun. İlk növbədə demək, dərimizi səhər təmizləyirik, sonra isə serum tətbiq edirik, ondan sonra isə nəmləndirici, nəmləndiriciden sonra SPF. Hər kəs burada bilməlidir ki, SPF bizim ən axırıncı son istifadə etdiyimiz günüz vaxtından əlbəttə ki, söhbət gedir. SPF bizim ən son mərhələdə istifadə etdiyimiz aktiv məhsuldur. Çünki o qoruyucu bir təbəqə yaradır. Yəni onun üzərindən biz nəmləndirici vurmamalıyıq. Son SPF olmalı. SPF-dən sonra artıq makiyaj etmək istəyiriksə də makiyaj etmək olar. Axşam isə necə olmalıdır? Axşam yenə təmizlənmə olur. Təmizlənmədən sonra yenə serum istifadə edirik və artıq burada serumdan sonra isə gecə kremini biz üzümüzü tətbiq edərək tamamlayırıq. Ardıcıllıq dərinin uzun müddət sağlam qalması üçün xüsusilə bizə kömək edir. Ona görə də mütləqdir ki, ardıcıllıq düzgün şəkildə tətbiq olunsun. Biz dedik ki, baza protokollar iki hissəyə bölünür. Xarici məhsullar var ki, xaricdən biz onu tətbiq edirik. Bir də var daxili məhsullar ki, bunu daxilə qəbul edirik. Əlbəttə ki, daxili sağlamlığımızı fikirləşərək. Orqanizmin normal fəaliyyəti üçün, yəni düzgün işləməsi üçün gün ərzində orqanizmdə cürbəcür biokimyəvi reaksiyalar baş verir. Və bu reaksiyaların baş verməsi üçün xüsusilə vitaminə, minerala, yağ turşularına, vitaminə bənzər maddələrə, bunlara ehtiyac var. Məsəl üçün, adi bir reaksiyanın baş verməsi üçün, məsəl üçün deyirəm, bir minerala ehtiyacımız var, olsun maqnezium. Əgər bədəndə yetərincə və bizim də şikayətimiz yoxdur və bədəndə bu maqneziumun çatışmamazlığı varsa da, həmin reaksiyanın baş verməsi həm ləng gedə bilər, həm baş verməməsi ola bilər və bu da get-gedə, yəni birdən baş vermir, get-gedə orqanizmdə xroniki xəstəliyə gətirir, çıxardır. Və bundan əlavə hal-hazırda yetişən məhsullar, yəni torpağımızın tərkibinin dəyişməsi, peymətlərin həddindən artıq çox meyvəyə, tərəvəzə verilməsi bu məhsulun keyfiyyətli olmamasından xəbər verir. Və ona görə də indiki bu devirdə insanlar həddindən artıq çox vitamin, mineral ehtiyacını tam ödəyə bilmir. Və ona görə də orqanizmin bizə gündəlik ehtiyacı olduğu elə bir
vitamin, minerallar var ki, biz bunu məcburuq ki, qida əlavələri şəklində alaq. Və ilk olaraq tövsiyə edərdim ki, Ritm Zdоровья var. Bu həm vitamin, həm mineral kompleksidir. Bunun tərkibini zəngin olmağı xüsusilə hər bir kəs üçün belə ideal vitamin, mineral seçilibdir ki, və ondan əlavə burada özünüz də bilirsiniz ki, həm səhər kapsulu var, həm axşam kapsulu var və səhər axşam kapsulunun olmağının burada fərqi ondan ibarətdir ki, çünki biz səhər-səhər oyananda bizim hormonlarımız aktiv şəkildə işləməyə başlayır və ehtiyac duyduğu xüsusi vitaminlər var ki, hormonlar sintez olsun. Gecə isə orqanizm başlayır remisiya devinə keçməyə və bu axşam isə digər vitamin, mineral ehtiyac duyur ki, burada bir sakitləmə, bir detoksikasiya prosesi normal görsün. Və burada da hər vitamin, mineral insanın orqanizminə həmin bu reaksiyaların baş verməsi üçün lazım olan milliqramda hazırlanıbdır. Çünki ümumi götürdükdə, tərkibini analiz etdikdə həmin bu vitamin, mineral gün ərzində bizə enerji yaranmasında, immun sisteminin fəaliyyətində, hormonal balansın normal qalması üçün, işləməsi üçün seçilmiş bir məhsuldur. Və bu səbəbdən də əlbəttə ki, bu məhsul baza protokolunda birinci yerdə olmalıdır. Və keçək digər məhsulumuza. Digər məhsulumuz maqneziumdur. Artıq hər kəs bilir ki, mən maqnezium haqqında çox danışıram və mən bir mütəxəssis kimi insanlara ən çox tövsiyə etdiyim əsas minerallardan biridir. Çünki maqnezium insan orqanizmində 300-dən çox ferment reaksiyasında iştirak edir. Və bu da gördüyünüz kimi çox az deyil. Maqneziumu da bədən özü sintez eləmir ki, deyim ki, orqanizm nədənsə onu alır, özü özünü sintez edir. Maqnezium esensial bir mineral olduğu üçün hər kəsin bu minerala ehtiyacı var və biz onu sadəcə qidalardan alırıq. Və bir insan və yaxud da siz ümumiyyətlə gün ərzində lazım olan maqneziumu ala bilirsinizmi, yoxsa yox? Əlbəttə ki, mümkün deyil. Və maqneziumun daha çox sinir sistemi üçün ən önəmlidir. Ümumiyyətlə sinir sisteminin normal fəaliyyəti üçün bizə maqneziuma ehtiyac var. Xüsusilə əzələlərin yığılıb boşalmasında. Ümumiyyətlə son zamanlarda insanların həyat tərzi çox oturaq olduğu üçün əzələlərin yığılıb boşalması da çox ləng gedir və maqnezium çatışmamazlıqda insanlarda ümumiyyətlə əzələ ağrılarına, spazmlarına gətirir, çıxardır. Bunun ən başlıca səbəblərindən biri maqneziumdur. Və stresli həyat üçün maqneziuma ehtiyacımız daha çoxdur. Və əlbəttə ki, ikinci məhsul olaraq bu məhsulu biz tövsiyə edirik. Omega 3 yağ turşuları hüceyrə membranının əsas komponentlərindən biridir. Hüceyrə membranı, baxın bu hüceyrədir. Baxın, əgər hüceyrə membranının üzü omega 3 yağ turşularından əhatə olunubsa da, yəni daha sağlam olur və hüceyrə içəridə öz işini, öz fəaliyyətini normal şəkildə yerinə yetirir. Əgər omega 3 xüsusilə niyə tövsiyə edirik? Ən başlıcası budur. Çünki bizim yediyimiz qidalarda omega 6 çoxdur. Yəni fərqində deyilik, amma yediyimiz qidalar siyahısını saysaq, saydıqdan sonra və burada baxsaq gün ərzində biz o qədər omega 6 alırıq ki, və bir orqanizmdə bir nisbət var. Omega 3 6 nisbəti və bu nisbətdə pozulma gedir. Bu nisbətin pozulması omega 6-nın çoxalması, omega 3-ün də azalmasına gətirir, çıxardır. Bu gətirir bizdə xroniki xəstəliklərə, xüsusilə xroniki xəstəliklər. Və ona görə də müasir insanlarda hal-hazırda xroniki xəstəlik daha çox yayılıbdır. Məhz bu omega 6 qidalarından biz çox istifadə etməyimiz üçün. Ürək damar sistemi üçün ən önəmli yağ turşusudur. Beynimizin, gözlərimizin normal fəaliyyəti üçün əsas yağ turşularından biri hesab olunur. Yəni bu məhsul hər kəsə hava, su kimi ehtiyacı var.
Probiotiklər çox önəmlidir. Bağırsaq mikrobiotasının insan sağlamlığı üçün ən vacib hissələrindən biridir. Əgər bir insanın normal mikroflorası, həzmi yaxşı işləmirsə də, həmin o içdiyimiz vitamin, mineralların sorulması da baş verməyəcək. Və burada da çox önəmlidir ki, əgər və yaxud da vitamin, mineral qəbul edirik, və yaxud da qəbul etmirik, sağlam qidalanırıq, məsəl üçün, amma bizim mikrofloramızda lazım olan bakteriyalar yoxdur. Həmin bu bakteriyalar olmayanda, həmin o qidanın parçalanmasında və onun o istədiyimiz, məsəl üçün, qidalandıq, istədiyimiz, məsəl üçün, B12 vitamini, həmin o ətin parçalanması üçün də normal bağırsağa bizim ehtiyacımız var, mikrofloraya ehtiyacımız var. Bu normal olmayanda B12'nin özü belə buradan sintez ola bilmir. Və ona görə də mütləqdir ki, ilk növbədə biz bağırsaq sağlamlığımızın qayğısına qaraq. Əgər bağırsaq sağlam olduqsa da qəbul edilən qida maddələrdən normal effekti olur. Və burada probiotiklər nədir? Probiotiklər sırf bağırsaq üçün lazım olan canlı bakteriyalardır ki, məhz bu canlı bakteriyalar sayəsində bağırsaq mikroflorası sağlam şəkildə öz işini görür. Və immun sistemimizin bilirsiniz ki, əsas hissəsidir. Bağırsaq bizim ikinci beynimizdir. Yəni bizim sinir impulslarımız var ki, demək bunlar hamısı bağırsaq vasitəsindən, yəni beyin impulsları ötürülür və ona görə də biz xüsusilə bağırsağa diqqət yetirməliyik. Bilirsiniz ki, şirkətdə korin balzamı var, geniş təsir spektrına malik olan, yəni xüsusilə bu məlhəmi baza məhsulu kimi seçməyimizin əsas səbəbi odur ki, müxtəlif gündəlik həyatda, vəziyyətlərdə istifadə olunan bir məhsuldur. Çünki tərkibində xüsusi bitki ekstraktları var ki, yəni bunlar dərman deyil, xüsusi bitkilərdən hazırlanmış bitkilərin ekstraktlarıdır ki, bunun tərkibində şam ağacı, evkalipti, kamfradır, çay tikanıdır. Əsas bunların işi nədir? Regenerasiya, yenilənmə, qan dövranının stimullaşması. Əgər bir nahiyədə, məsəl üçün, bir keyimə, bir ağrı varsa da orada qızdırıcı effekt yaradır. Yəni ümumi olaraq çox şaxəli bir spektra malik olduğu üçün bu məhsulu əlbəttə ki, hər bir kəsin evində olmağa tövsiyə edirik ki, çünki adi bir gündə ta ki bir ağrı oldu mu, bir spazm olmadı ki, sırf bu bitki ekstraktları sayəsində orada bir qızışma prosesi gedir, isidici deyirlər, isidici proses gedərək, masaj edərək və o həmin əgər orada bir ağrı varsa da onu həmin ağrını azaltma qabiliyyətinə malikdir və yaxud da bir keymə varsa da, bir üşmə varsa da həmən orada qan dövranını stimullaşdırır, qan dövranı sirkulyasiya etməyə başlayır. Məhz dediyim kimi bitki ekstraktları da elə seçilibdir ki, yəni hər bir məhsul bir-birini tamamlayır və xüsusilə də gündəlik həyatda bizə lazım olan bir məhsuldur və ona görə də bu məhsulu hər kəs alıb, yəni əgər bir əməkdaş varsa da, bu məhsul, yəni yeni qoşulan əməkdaş varsa da, mütləq onun baza məhsullarından biri də bu olmalıdır. Sonra bilirsiniz ki, bizim təlimlərimiz olur fərqli-fərqli mövzularda, xüsusilə xroniki xəstəliklər haqqında. Biz artıq onlara başqa bir protokollar, başqa bir qida əlavələri və yaxud da milliqramları artıq tövsiyə edirik ki, qəbul etsinlər. Baza protokolu ümumiyyətlə hər kəsə aiddir. Yəni burada hər kəs üçün ümumidir. Yəni sağlam olan bir insana ehtiyac duyur ki, bu məhsullardan istifadə etsin. Xüsusi protokollar isə artıq burada problem mövcuddur və həmin problemi, məsəl üçün bu ola bilər, hormonal pozğunluq ola bilər, artıq çəki ola bilər, menopauza, oynaq problemi. Artıq bu zaman xüsusi komplekslər seçilir ki, bunu bu şəkildə insanlar istifadə edilsin və ona görə də heç bir zaman yəni baza protokoluna xüsusi protokolları qarışdırmaq düzgün deyil. Və ona görə o sual ola bilər ki, mən nə içim sualını əlbəttə ki, bu təlimdən sonra hər biriniz yəqin ki, cavabını tapa biləcəksiniz.
Sağlamlığa düzgün şəkildə başlamaq lazımdır. Əslində sağlamlıq mürəkkəb bir proses deyil. Əgər biz düzgün şəkildə orqanizmimizə yanaşsaq, əlbəttə ki, biz daim sağlam həyat tərzi sürə bilərik. İlk növbədə hər kəs bunu bilməlidir ki, dərini qorumaq önəmlidir. Sonra isə ən önəmli orqanizmin gündəlik ehtiyac duyduğu vitamin, mineralı dəstəkləməliyik. Və bundan sonra isə artıq sağlamlığın vəziyyətinə uyğun xüsusi məhsullar seçilməlidir. Bu keçdiyimiz təlim əlbəttə ki, elmi əsaslıdır. Əgər biz bunu uzun müddətli bu şəkildə riayət etsək, əlbəttə ki, gözəl nəticələr əldə edəcəyik. Hər birinizə təşəkkür edirəm və sonda bunu demək istəyirəm ki, hörmətli əməkdaşlar, əgər maarifli mütəxəssis olmaq istəyirsinizsə də, şirkətdə daim inkişaf etmək istəyirsinizsə də, məhsulun adını deyil, mütləqdir ki, onun mexanizmini və nə məqsədlə içməliyik, hansı məqsədlə istifadə etməliyik, onu bilməliyik. Əgər bunu bu şəkildə biz insanlara tövsiyə etsək, əlbəttə ki, bizim uğurlarımız daha çox olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Ümid edirəm maraqlı təlim oldu. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.